Salam, indi baxırıq düzxətli bərabər sürətli hərəkət bölməsinə aid güvən test toplusundan bəzi məsələlərə. Deməli, baxaq A variantında 15-ci suala. ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən K nöqtəsinə gələn cismin yerdəyişməsinin modulunu hesablayın. Cismin yerdəyişməsi nə idi? Başlanğıc və son vəziyyətlərini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yəni, cismin başlanğıc vəziyyəti burada A nöqtəsidir. A nöqtəsindən hərəkətə başlayıb. Son vəziyyəti K-dır. Deməli, cismin yerdəyişməsi nəyə bərabər olacaq? AK məsafəsinə. Bura baxsaq, BC tərəfi 20 metrdir, düzdür? KD tərəfi də 12 metrdir. Bu tərəf bu tərəfə bərabərdir də. Deməli, AK da bərabər olacaq burada. AK bərabər olacaq. BC çıxılsın KD-yə. Bu da bərabər olacaq. 20 çıxılsın 12. O da eləyəcək 8 metr. Cavabımız 15-də Y variantı. İndi baxaq 16-cı suala. 16-da nə deyir? Düzxətli ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gələn cismin getdiyi yolu hesablayın. Cisim A-dan D-yə gəlibsə, hər bir bölgü də, baxın, 2 metrdir. Hər bölgü bu qədər məsafə 2 metrdir. Deməli, burada 2-dir, burada 2-dir, burada 2-dir, burada 2-dir, burada 2-dir, burada. Həmçinin, burada da hər dama 2 metrdir. 2 metr, düzdür. Onda cisim nə qədər yol getdi? Cismin getdiyi yol L bərabərdir. AB üstəgəl BC üstəgəl CD. O da bərabərdir. AB məsafəsi nəyə bərabərdir? 2 üstəgəl 2 üstəgəl 2-yə, o da eləyir 6 metr. BC məsafəsi 4 dənə 2 var burada, düzdür? 4 vur 2 eləyəcək 8. CD məsafəsi 3 dənə 2 metr var, düzdür? Bu da eləyəcək 3 vur 2, o da eləyəcək 6. Cavab da eləyəcək 20 metr. Cavabımız 16-da B variantı. İndi baxaq 23-cü suala. 23-cü sualda bizə nə deyir? Cisim A nöqtəsindən B nöqtəsinə yarımçevrə üzrə hərəkət etmişdir. Hansı zaman müddətində cismin yerdəyişməsi ən böyük olar? Deməli, T1 zaman müddətində cisim burada olub, düzdür? Yerdəyişməsi nəyə bərabər olub bu məsafəyə? T2 zaman anında cisim burada olub, düzdür? Yerdəyişməsi bu məsafəyə bərabər olub. T3 zaman anında cisim burada olub. Məsafə, yerdəyişmə buna bərabər olub. Başlanğıc və son nöqtələrini birləşdiririk, olur yerdəyişmə. T4 anında cisim harda olub bu nöqtədə? Birləşdirdik, oldu. Bura olsun S1, bura olsun S2, bura olsun S3, bura olsun S4. T5 anında harda olub? Baxın bu nöqtədə. Burada olsun S5. Şəkildən də görünür ki, ən böyük yerdəyişmə burada S5-ə bərabərdir. Yəni, diametrə. S5 yerdəyişməsini hansı zaman anında eləyib bəs? T5 zaman anında eləyib, düzdür? Cavabımız olacaq 23-də Y variantı. İndi baxaq 28-ci suala. 28-də nə deyir? X oxu boyunca hərəkət edən cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin modulunu metr bölünsün saniyə ilə hesablayın. Sürət nəyə bərabər idi? V bərabərdir. X çıx, X0 bölünsün T. Düzdür? X nəyə bərabərdir burada? Hərəkətə başladıq, koordinat X0-dır. 0 metrdir. X0 bərabərdir 0-dır. Son koordinatım nədir bəs? Mənfi 30, düzdür? X də bərabərdir mənfi 30. Və neçə saniyə hərəkətdə olub? 20 saniyə. T20 olanda koordinat mənfi 30 olub. Verilənləri yerinə yazırıq. Vx bərabərdir. X nədir? Mənfi 30. X0 nədir? Çıx 0 bölünsün 20. Düzdür? Bu da eləyir mənfi 1,5 metr bölünsün saniyə. Bu o deməkdir ki, cisim X oxunun əksinə mənfi 1,5 metr bölünsün saniyə sürətlə hərəkət edilmiş. Bizdən də sürətinin modulunu soruşur. Modul deyəndə mənfi 1,5 deyil. Bu modulunu götürür. Eləyəcək 1,5 metr bölünsün saniyə. İndi baxırıq 29-cu suala.
Buranı silirəm. Məsələdə bizə nə deyir? ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gələn cismin getdiyi yolu metr ilə hesablayın. Cisim A-dan D-yə gəlmək üçün nə qədər yol gedib? AB üstəgəl BC üstəgəl CD məsafəsi qədər. Deməli, L bərabərdir AB üstəgəl BC üstəgəl CD. Hansı trayektoriya üzrə gedib? Bax, birinci A-dan B-yə gəlib, B-dən C-yə gəlib, C-dən C-yə, C-dən D-yə. Yol nəyə bərabərdir? Cismin hərəkəti zamanı çizdiyi trayektoriyanın uzunluğu yoldur da, düzdür? AB məsafəsi 30 metrdir. BC məsafəsi 20 metrdir. CD məsafəsi 30 metrdir. Cavab eləyəcək 80 metr. 29-da cavabımız olacaq 80 metr. İndi baxırıq 30-31-ci suallara. 30 da həminki kimi sualdır. 30-da da deyir ki, ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsinin D nöqtəsinə gələn cismin yer dəyişməsinin modulunu hesablayın. Cisim A-dan D-yə gələndə yer dəyişmə dedik nədir? Yer dəyişmə başlanğıc və son nöqtələrini birləşdiririk. Olur yer dəyişmə. Birləşdirək. Başlanğıc nöqtə A, son nöqtə D. Düzdür? AD məsafəsi də nəyə bərabərdir? Baxın, düzbucaqlı da burada. AD məsafəsi də BC-yə bərabərdir. O da eləyəcək 12 metr. Deməli, S bərabərdir 12 metr. İndi baxaq 31-ə. 31-də bizə nə deyir? 3 km bölünsün dəqiqə sürətlə, düz xətti bərabər sürətlə hərəkət edən avtomobil 6 km yolu nə qədər vaxta gedər? Düzdür? 3 km bölünsün dəqiqə ilə verib sürəti. Yolumuz da kilometrdir. Zamanında dəqiqə ilə istəyir. Burada heç nə çevirməyə ehtiyac yoxdur. Nə olsun ki, sürət kilometr bölü dəqiqə ilə verilib. Verilənləri qeyd edək. V bərabərdir 3 km bölünsün dəqiqə. Düzdür? Yol nədir? L bərabərdir 6 km. Deyir, nə qədər vaxta gedir? T bərabərdir sual. Çox sadə məsələdir. L bərabərdir VT düsturu ilə hesablayırıq. Verilənləri yerinə yazırıq. L-in yerinə 6, V-nin yerinə 3, vur T. T də burada nə edir? 2 dəqiqə. Cavabımız 2 dəqiqə. İndi baxaq B variantında 7-ci suala. 7-ci sualda bizə nə deyir? Deyir ki, maddi nöqtə V bərabərdir 5 metr bölünsün saniyə sürətlə X oxunun əksi istiqamətində. Baxın, bu söz çox önəmlidir. X oxunun əksi istiqamətində. Yəni, V-nin işarəsi mənfi olacaq. Mənfi 5 metr bölünsün saniyə. Düz xətli bərabər sürətli hərəkət edir. X0 bərabərdir 30 metr olarsa, ikinci saniyənin sonunda. İkinci saniyənin əvvəlində desəydi, T-ni biz götürəcəkdik. İkinci saniyənin sonunda dediyi üçün T bərabərdir 2 yazırıq. Onun koordinatını hesablayın. Düz xətli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyimiz necə idi? X bərabərdir X0 plus Vxt. Bizdən deyir son koordinatı, yəni X-i hesablayın. X də bərabərdir X0 30. Çıx 5 vurulsun 2. O da eləyəcək 20 metr. Cavabımız B variantı. Şimdi baxırıq 10-cu suala. 10-cu sualda bizə nə deyir? Maddi nöqtə ABCD trayektoriyası üzrə A nöqtəsinin D nöqtəsinə hərəkət edir. Gedilən yolun yer dəyişmə moduluna olan nisbətini hesablayın. Gedilən yol nə qədər olur? Bax, A-dan B-yə gəldi, B-dən C-yə gəldi, C-dən D-yə gəldi. Gedilən yol L bərabərdir 5 üstəgəl 10 üstəgəl 5. Eləyəcək 20 metr. Düzdür? Yer dəyişmə nəyə bərabər oldu? S də bərabər oldu. Yer dəyişməni çəkirik. Başlanğıc A nöqtəsi ilə son D nöqtəsini birləşdiririk. Olur yer dəyişmə. O da BC-yə bərabərdir. BC tərəfinə. AD BC tərəfinə bərabərdir. Çünki düzbucaqlıdır. Bu da eləyəcək 10 metr. İndi deyir ki, gedilən yolun yer dəyişmə moduluna olan nisbətini tapın. Yəni L bölünsün X-i istəyir bizdən. Bu da eləyəcək 20 bölü 10. O da eləyəcək 2. Cavabımız C variantı. İndi baxaq 11-ci suala. 11-də nə deyir? A, B, C, D, K, M trayektoriyası üzrə hərəkət edərək
Bam, A, B, C, D, K, M. Trayektoriyası üzrə hərəkət edərək A nöqtəsinin M nöqtəsinə gələn maddi nöqtənin getdiyi yolun onun yer dəyişməsinin modundan nə qədər çoxdur? Getdiyi yol nəyə bərabər olacaq? Getdiyi yol L bərabərdir. AB 10 üstəgəl BC 4 üstəgəl CD 6 üstəgəl DK 3 üstəgəl KM 4. Bu da bərabərdir 14, 20, 23, 27 metr. Düzdür? Bəs S yer dəyişmə nəyə bərabər olacaq? Burada başlanğıc nöqtə A, son nöqtə M birləşdiririk, olur yer dəyişmə. Buranı da elə bir ki, biraz uzadaq. Bu tərəf bir-birinə bərabər olsun. Bura 3 metrdir, burada 3 metrdir, düzdür? Burada 4 metrdir. AM məsafəsi də 3 üstəgəl 4 bərabərdir 7 metr. Yəni S bərabərdir 3 üstəgəl 4, buna bərabərdir 7 metr. İndi deyir ki, onun getdiyi yol, yəni L, onun yer dəyişməsinin moduluna, yəni S-dən nə qədər çoxdur? L çıx S-i necə tapacaq? 27 çıx 7, bu da bərabərdir 20 metr. İndi baxırıq 13-ə. 13, orada qaldı 13. Bir dəqiqə. Aha, 13-cü məsələ buradaymış. Deyir ki, 5 cismin, bir dəqiqə bunun rəngini dəyişim. 5 cismin getdiyi yolun zamanlansıq qrafiki verilmişdir. Eyni zaman müddətində hansı cisim ən çox yol gedər? Cismin getdiyi yol nəyə bərabərdir? L bərabərdir VT, düzdür? İndi hansı cisim deyir ki, ən çox yol gedər? Yəni S də yaza bilərik. S bərabərdir VT, düzdür? Bu da S-dir, getdiyi yolun zamandan asılıq qrafiki, düzdür? Cismin, tutaq ki, eyni zaman müddəti götürək. Məsələn, bu anı götürək. Hansı cisim ən çox yol getdi? Bu zaman anına uyğun. Baxın, bir cismi bu zaman anında bu qədər yol gedib. Bu qədər. 2 cisim bu qədər yol gedib. 3 cismi bu qədər. 4 bu qədər. 5 bu qədər. Baxın, elə bil ki, 5 cismi bu qədər yol gedib. 1 cismi bu qədər yol gedib. 2 cismi bu qədər yol gedib. Eyni zaman müddəti üçün götürdükdə, eyni zaman dedik, bir nöqtədən T oxundan yuxarı xətt çəkdik. Düzdür, perpendikulyar çəkdik elə bil T oxunu. Və cavabımız burada olacaq. Ən çox yol gedən birinci A variantı olacaq cavabımız. 13-də A variantı. İndi baxırıq 14-də. 14-də nə deyir? Düz xətli bərabər sürətlə hərəkət edən cismin yer dəyişməsinin zamandan asılı qrafiki verilmişdir. Bu cismin 1 saniyədə getdiyi yolu hesablayın. Deməli, cisim bizə deyir ki, cismin yer dəyişməsinin, yəni S-in T-dən asılılıq qrafiki verilib, düzdür? S bərabərdir 10 olsa, T neçə olub? 2, düzdür? Deməli, buradan V-ni tapa bilərik. V bərabərdir S bölünsün T, o da bərabərdir 10 bölünsün 2, o da deyir 5. Bu cismin 1 saniyədə getdiyi yolu hesablayın. 1 saniyədə də L bərabərdir VT qədər yol gedəcək. O da eləyəcək 5 vurulsun 1, 5 metr. 14-də olacaq C variantı. İndi baxırıq 16-cı suala. 16-da bizə nə deyir? 10 metr bölünsün saniyə sürətlə düz xəttə bərabər sürətlə hərəkət edən kürəcik nə qədər vaxt ərzində A nöqtəsindən K nöqtəsinə çatar? Cisim A nöqtəsindən K nöqtəsinə çatmaq üçün nə qədər yol getməlidir? Baxın, burada 10, buradan burada 40. Mənfi 10-dan 0-a 10. Biz indi yola baxırıq, ona görə yer dəyişmə modulunu götürürük də. Belə də hesablaya bilərik. Cismin yer dəyişməsi S nəyə bərabər olur? X çıx X0-a, düzdür? X-i nədir? Son koordinatı nədir? 40. Başlanğıc koordinatı nədir? Mənfi 10. Çıx, mənfi 10. O da eləyəcək 50 metr. K nöqtəsinə qədər gedəndə bu cisim 50 metr yol gedəcək, düzdür? Baxın, belə də baxdıqda mənfi 10-dan 40-ın arasında nə qədər yol var? Baxın, buradan bura 10, buradan bura 40, cəmi 50, düzdür? İndi bu 50 metr məsafəni nə qədər vaxta gedər? 50-ni böləcəyik sürətimiz, sürət V bərabərdir 10 deyildi. V-yə böldük, yəni bir E-ni böldük V-yə. Bərabərdir 5 saniyə.
Cavabımız C variantı. İndi baxaq 17-yə. 17-də bizə nə deyir? 17-yə baxmaq üçün buranı silim. 18-ci sualı buradan silim. Baxaq 17-yə. 17-də bizə nə deyir? Düzxətli bərabər sürətlə hərəkət edən cisim 10 saniyə ərzində K nöqtəsindən M nöqtəsinə çatır. K-dan M-ə bura 10 saniyəyə çatır. Biz nə edə bilərik buradan? Cismin sürətini tapa bilərik. Sonra deyir, başlanğıc zaman anında bu cismin K nöqtəsindən keçdiyini qəbul edərək onun koordinat zaman tənini müəyyən edin. İndi bax, cisim K-dan M-ə gələnə kimi nə qədər yol gedib? 20, üstə gəl, buradan bura 60, düzdür? L bərabərdir 80 metr yol gedib. Bunun sürətini tapa bilərik də. V bərabərdir L bölünsün T. T də 10 saniyə. L də 80 bölünsün 10. Edilir 8 metr, düzdür? Metr bölünsün saniyə. Üzr istəyirəm. Deməli, indi x da bərabərdir. X0 plus Vx de deyildi. V-ni tapdıq 8. X0 nədir? -20. X0 -20 də K nöqtəsindən başlayıb. X0 bərabərdir -20. X0-ın yerinə yazırıq -20. Üstə gəl. V neçədir? 8. T'də qalır. Cavabımız hansıdır? -20 üstə gəl. -20 üstə gəl 8-dir. Baxın, cavabımız C variantıdır. Yerləri dəyişikdir sadəcə. Deməli, 17 olacaq C variantı. Baxırıq 19-cu suala. 19-da nə deyir bizə? 20-ni silim. 19-a rahat baxaq. Deməli, 19-da deyir ki, iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafəni təyin edin. 5-ci saniyə hara düşür? Bura, düzdür. 5-ci saniyədə ikinci cisim olub. X2 bərabərdir 5 koordinatında. X1 olub 20 olan nöqtədə koordinatı. Bunlar arasındakı məsafə nəyə bərabərdir? Baxın, qırmızı ilə çəkim. Baxın bu məsafəyə. Bu bəs nəyə bərabərdir? 20 çıx 5 bərabərdir 15 metrə. Cavabımız olacaq Y variantı. İndi baxırıq 19, 29. 29-da nə deyir? ABC trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən C nöqtəsinə gələn cismin getdiyi yolu hesablayın. Bax, hər bölgü 2 metrdir. Burada 2-dir. Burada, burada, burada. Burada, burada, burada. Düzdür. Cisim nə qədər yol gedib? AB, üstə gəl, BC. Getdiyi yol AB üstə gəl, BC-yə bərabərdir. Bu da 4-dən 2 var, düzdür. 4 vur 2, üstə gəl, BC-də 3-dən 2 var, 3 vur 2. Eləyəcək 8, üstə gəl 6. Bu da eləyəcək 14 metr. Cavabımız olacaq. İndi baxırıq 30-cu məsələyə. 30-da bizə nə deyir? Deyir ki, 31-i buradan silək. 30-da bizə nə deyir? 72 km bölünsün saat sürətlə düzxətli bərabər sürətlə hərəkət edən avtomobilin 20 saniyə ərzində getdiyi yolun metri ilə hesablayın. 72 km bölü saat verib, getdiyi yol metrlə istəyir. Zamanda saniyədir. Bizə rahat olsun deyə 72 km bölünsün saatı çeviririk metr bölünsün saniyəyə. Nə etməliyik? 72 vurur 18-də 5. Bu deyir 4 vur 5, o da 20 metr bölünsün saniyə. Düzdür? Getdiyi yolu deyir metrdən hesablayın. Getdiyi yol nəyə bərabərdir? L bərabərdir VT. Bu da bərabərdir 20 vurulsun 5. Bu da deyir cavab 100 metr. Üzr istəyirəm, mən burada zamanın yerinə 5 yazdım. Zamanı bizə verib 20 saniyə. Bura 20 yazanda cavabımız eləyəcək 400 metr. İndi baxırıq 34-cü məsələyə. 34-də nə deyir? Spidometrin aşağıda qeyd olunan göstəricilərini müəyyən edin. Ölçmə həddi nədir? Yəni cisim hansı həddə kimi ölçə bilir də? Ölçmə həddi baxın 320-dir. Düzdür? Cisim 320 metr bölünsün saniyə sürəti, kilometr bölünsün saat sürəti ölçür. Düzdür? Burada yazılıb kilometr bölünsün saat görürsünüz. Cavab deməli ölçmə həddi 320
20 km/saat. Spidometrin xətası necə tapılır? Deməli, mütləq xəta nə deməkdir? Mütləq xətanı tapmaq üçün ilk öncə biz bir bölgünün yarısını tapmalıyıq. Bir bölgü, baxın, tutaq ki, 20 ilə 0-ın arasına baxaq, düzdür? Burada bir bölgü, elə bil burada düşməyib. Baxın, 20 ilə 0-ın arasında 20 dənə kiçik bölgü vardı. Bura 10'dur, məsələn, düzdür? 20 ilə 10'un arasında 10 dənə kiçik bölgülər var. 10 ilə 0'ın arasında 10 dənə kiçik belə bölgülər var, düzdür? Onda bir bölgü, baxın, bu 0 ilə bu birinci bölgü arasındakı məsafədir, düzdür? Bir bölgünü tapmaq üçün nə etməliyik? Məsələn, 10 ilə 0'ın arasını götürək. 10 ilə 0'ın arası, düzdür? 10 çıx 0 bölməliyik bölgülərin sayını. Böl 10. Deməli, bir bölgümüz 1 kilometr bölünsün saatdir, düzdür? Onda spidometrin xətası isə bir bölgünün yarısına bərabərdir. Yəni 1 bölünsün 2-yə. Deyir 0,5. Deməli, spidometrin xətası 0,5 km/saat. Spidometrin göstərişi nədir bəs? Baxın, bura 160'dır, bura 170'dir, burada 180'dir, düzdür? Göstərişi 180 km/saat. Bir bölgünün qiymətini də tapdıq 1 km/saat. Aydındır? İndi baxaq 35-ci suala. Deyək ki, xəttkeşin aşağıda qeyd olunan göstəricilərini müəyyən edin. Ölçmə həddi nədir? 10 cm. 10 cm, bu da eləyir 100 millimetr. Xəttkeşin xətasını deyir bizdən. Baxın, 8 ilə 7 arası götürək, bir bölgünün qiymətini tapaq. 80, indi 8 cm çıx 7 cm, eləyəcək 80 mm çıx 70 mm. 1 santimetrimiz 10 millimetr daxil. Baxın, burada qeyd edeyim, 1 santimetr bərabərdir 10 millimetr. Düzdür? 80-dən çıxırıq 70'i. 80 ilə 70'in arasında 7 santimetr ilə 8 santimetrin arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə bölgü var. Düzdür? Bölürük 10'a. Buradan tapırıq ki, 10 böl 10. Düzdür? 1. Deməli, bir bölgünün qiyməti 1 millimetrdir. Xəttkeşin xətası da bir bölgünün yarısına bərabərdir. Bu da eləyəcək 0,5 millimetr. Qələmin uzunluğu nədir bəs? Qələmin uzunluğu 1 ilə 8'in arası. Yəni 8 çıxılsın 1, o da bərabərdir 7 santimetr. Eləyir 70 millimetr. İndi baxaq C variantına. C variantında birinci sualdan başlayaq. C variantında birinci sualda nədir? Deyir ki, buranı silim 2'ni. Birinci sualda deyir ki, iki cismin hərəkətlərini x1 bərabərdir 20 plus 5t və x2 bərabərdir x0 plus 2t şəklindədir. Cisimlərin ikinci saniyenin sonunda görüşdüyünü bilərək başlanğıc anda onlar arasındakı məsafəni hesablayın. Cisimlər ikinci saniyenin sonunda görüşüblərsə, onda hər tənlikdə üzr istəyirəm, ikinci saniyenin sonunda görüşüblərsə, bunların koordinatı ikinci saniyenin sonunda bərabər olub deməkdir. İndi baxaq görək, bizdə birinci tənlikdə t'nin yerinə 2 yazaq. Tapaq ki, ikinci saniyədə birinci cisim hansı koordinatda olub? x1 bərabərdir 20 üstəgəl 5t bərabərdir 20 üstəgəl 5 vurulsun 2. O da bərabərdir 20 üstəgəl 10. O da bərabərdir 30 metr. Deməli, birinci cisim ikinci saniyenin sonunda koordinatı 30 metr olan nöqtədə olub. Düzdür? İndi deməli, birinci cisim ikinci saniyenin sonunda koordinatı 30 metr olan nöqtədə olubsa, ikinci cisim də həmin nöqtədə olub. Yəni, ikinci cisimdə ikinci saniyenin sonunda koordinatı 30 metr olub. İndi ikincinin hərəkətləri necədir? x2 bərabərdir x0 plus 2t. Düzdür? x2'nin yerinə 30 yazıram. 30 bərabərdir x0 üstəgəl 2 vurulsun. Nə vaxt görüşüblər? İkinci saniyenin sonunda. Vur 2. x0 bərabərdir 30 çıx 4. O da bərabərdir 26 metr.
Deyir, başlanğıc anda onlar arasındakı məsafəni hesablayın. İndi cavabı 26 yazıb, burada 26 qeyd edənlər var. Yalnız bu səhvdir. Niyə səhvdir? Belə fikirləşin. Birinci cisim koordinatı 26 olan nöqtədən başlayıb hərəkətə. 26. X oxu istiqamətində hərəkətə başlayıb. Koordinatı 26 olan nöqtədən. İndi birinci cisim isə koordinatı x0 20 olub. Yəni bu nöqtədən hərəkətə başlayıb. x0 20 olub. Bu birinci cisimdir, bu ikinci cisimdir. Başlanğıc anda onlar arasındakı məsafə neçə olub? 26 çıx 20 bərabərdir 6 metr. Cavabımız B variantı. İndi baxaq üçüncü suala. Üçüncü sualda bizə nə deyir? X oxu boyunca hərəkət edən düz xətli bərabər sürətlə hərəkət edən iki cismin başlanğıc andakı vəziyyətlərinə əsasən onların görüş yerinin koordinatını hesablayın. Deməli, bu birinci cisim olsun, bu ikinci cisim olsun. İkisi üçün də hərəkət tənliklərini yazaq. İlk öncə buranı sileyim. Birinci cisim üçün yazıram. X1 bərabərdir 30 çıx. Çıx niyə yazdım? Çünki X oxu belə yönəlib. Bu X oxunun əksinə hərəkət edir. Çıx 4T. Düzdür? İndi X2 üçün hərəkət tənliyi yazım. X0 nədir? Hərəkətə başladı koordinat. -20. Necə hərəkət edir? X oxu istiqamətində. Düzdür? Deməli, üstə gəl 6T. Görək bunlar nə vaxt görüşüblər? Neyinirdik? Görüş koordinatını tapanda bu iki tənliyi bir-birinə bərabər edirdik. 30 çıx 4T bərabərdir -20 üstə gəl 6T. Bu deyir -10T bərabərdir -50. T də bərabərdir 5. İndi zamanı 5 tapdıq. Cavabı da getirib 5 qeyd eləmirlər. Burada zamanı 5 tapanda aparıb yerinə qoyublar. Buradan koordinatı tapırlar. X1 bərabərdir 30 çıxılsın 4T deyil. 30 çıx 4 vurulsun 5 yazırıq. Bu deyiləcək 30 çıx 20 deyiləcək 10 metr. Cavabımız olacaq B variantı. İndi baxıram dördüncü suala. Bizə də buranı silim. Dördüncü sualda bizə nə deyir? İki maddi nöqtənin koordinatının zamanı asılıq qrafiki verilmişdir. Görüşənə qədər ikinci maddi nöqtənin getdiyi yolu hesablayın. Nə vaxt görüşüblər? Koordinatı 5 olan nöqtədə. Baxın bu nöqtədə. İkinci cisim hansıdır? Budur da. İkinci cismin qrafiki budur. Düzdür? İkinci cisim görüşənə kimi nə qədər yol gedib? Koordinatı 25 olan nöqtədə idi. Gəldi koordinatı 5 olan nöqtəyə. Nə qədər yol getdi? 25 çıx 5 bərabərdir 20 metr. İndi baxırıq 10 bu neçə idi? 4 5-ci suala. 5-ci sualda nə deyir? Düzxətli hərəkət edən iki cismin sürətin proyeksiyasının zamanına asılıq qrafiki verilmişdir. Müşahidə anından 5 saniyə sonra cisimlər arasındakı məsafəni hesablayın. Ümumiyyətcə, qrafiklər veriləndə iki cisim arasındakı məsafə, baxın, onlar arasındakı bu fiqurun sahəsinə bərabər olur. S nəyə bərabərdir? Bu tərəfi 10 üstə gəl 5, 15. Bu tərəfi də 5. Deyir 5, 5, 7, 75 metr. İndi bunu belə də tapa bilərik. Baxın, birinci cisim bu qısa yoluydu. İndi baxaq, birinci cisim necə hərəkət edir? X oxu istiqamətində. Sürəti də V bərabərdir 5-dir. Nə qədər yol gedir? L bərabərdir VT. 5 vurulsun 5. Deyir 25. Deyir ki, başlanğıc anda cisimlər eyni nöqtədən keçiblər. Yəni, başlanğıc koordinatları eynidir. İndi bu L1'dir. Bu V1. İndi ikinci cismə baxaq. -10'dur. L2 də bərabərdir 10 vurulsun 5 bərabərdir 50 metr. Birinci cisim 25 metr yol gedib X oxu istiqamətində. İkinci cisim X oxunun əksinə 50 metr yol gedib. Və tutaq ki, ikisi də bu nöqtədən hərəkətə başlayıb. Bu birinci cisimdir, bu ikinci cisimdir. Düzdür? Birinci cisim X oxu istiqamətində gəlib bura,
Sonda olub burada. Buradan buraya 25 metr yol gedib, düzdür? İkinci cisimdə koordinatı buradaydı. Burada x0 olan nöqtədə, düzdür? Sonra hərəkətə başlayıb x oxunun əksinə gedib. X oxu belə deyil. Bu x oxunun əksinə gedib 50 metr yol gedib. Müəyyən zamandan sonra onlar arasındakı məsafə nəyə bərabərdir? Bax, 50 üstəgəl 25-ə. Bu da eləyir yenə 75 metr. İndi baxırıq 9-cu məsələyə. 9-da nə deyir? Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılı qrafik qiymətləri cədvəldə verilib. Aşağıdakı ifadələrdən hansı və hansıları doğrudur? Deməli, baxın, 0-dan 1-ə qədər nə qədər vaxt keçir? 1 saniyə. 1-dən 2-yə nə qədər vaxt keçir? 1 saniyə. 2-dən 3-ə 1 saniyə. 3-dən 4-ə 1 saniyə. 4-dən 5-ə 1 saniyə. Cismin başlanğıc koordinatı 30-dur. Baxın, koordinat azala-azala gedir. Amma hər saniyədə cisim 5 metr yol gedir. Burada da 5 metr. Burada da 5 metr. Burada da 5 metr. Burada da 5 metr yol gedir. Düzdürmü? Amma x oxunun əksinə gedir. Hardan bildik x oxunun əksinə gedir? Çünki başlanğıc koordinatı 30-dur. X oxunun əksinə gedib ki, bunun son koordinatı 5 olub da. X oxu istiqamətində geçsəydi, olardı nə bilim 45, 55 belə. X oxunun əksinə gedib ki, son koordinatı 5 olub. Başlanğıc koordinatı 30-dan azalıb, sonda 5 olub. Aydın oldu. İndi baxırıq variantlara. Cisim x oxu birincidə nə deyir? Cisim x oxu istiqamətində bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət elədiyi bəli doğrudur. Amma x oxu istiqamətində yox. Birinci səhvdir. X oxunun əksi istiqamətində bərabər sürətlə hərəkət edir. Bəli doğrudur. Baxın, cisim bərabər zaman fasilələrində bərabər yer dəyişmələr edir. Deməli, bərabər sürətlə hərəkət edir. Amma koordinat azala-azala getdi, 5 oldu. Deməli, x oxunun əksi istiqamətində hərəkət edib. 6-cı saniyənin sonunda cisim koordinat başlanğıcında olacaq. Bəli, burada da 5 metr yer dəyişmə eləsə, 5-dən gələcək 0 olacaq son koordinatı. Bu da 6-cı saniyəyə uyğundur. Bunu da biz artıraq. Cavabımız olacaq 3, 2, 3. Cavab olacaq 9-da 2 ilə 3. İndi baxırıq burada 10-cu 11-ci suallara. 10-cu sualda nə deyir? Cismin sürətin proyeksiyasının zamandan asılı qrafik şəkillər kimidir? Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasını zamandan asılılığını düzgün təsvir edir? V-nin T-dən asılılığı belədirsə, V mənfi hissədədirsə, bu nə deməkdir? Cisim X oxunun əksinə hərəkət edir deməkdir. Yəni, yer dəyişməyin qrafiklərinə baxaq. Bu necə hərəkətdir? Bərabər sürətlə hərəkət, düzdürmü? Sabit funksiyadır. V-nin T-dən asılılığı sabitdir. Deməli, birinci uyğun deyil. Niyə uyğun deyil? Çünki bu X oxunun əksi istiqamətində bərabər yeniləşən hərəkətdir. İkinci cismin B variantına baxsaq, bəli, B variantı uyğun gəlir. Niyə uyğun gəlir? Çünki baxın, X oxunun əksinə düz xətli bərabər sürətlə hərəkət edir. C variantı X oxu istiqamətində düz xətli bərabər sürətlə hərəkətdir. D variantı da X oxunun əksinə bərabər yavaşlayan hərəkətdir. Y variantı da X oxu istiqamətində bərabər yavaşlayan hərəkətdir. İndi demək cavabımız oldu B variantı. İndi 11-ci suala baxırıq. 11-də nə deyir? Koordinatın zamandan asılı qrafiklərə əsasən aşağıdakılardan hansı doğrudur? Deməli, biz nə demişdik? X-T qrafikində V nəyə bərabər idi? V bərabər deyildi tangens alfaya. İndi VA-nı və VB-ni tapa bilərik də. VA bərabərdir. Tangens alfa da bura deyək də. Tangens alfa nədir? Qarşıdakı katetin, baxın, buranın bitişik katetə nisbəti. İndi qiymətini hesablayaq. Qarşıdakı katet nədir? 50 ilə 0 arasındakı məsafəyə bərabərdir. 50 bölünsün. T nədir bəs? 2. Bu deyir 25. İndi VB-ni tapaq. Bunu silək. VB bərabərdir. Qarşıdakı katet, yəni bu. Tutaq ki, burada alfa olsun. VB də bərabərdir. Beta deyək. Tangens beta. Tangens beta nəyə bərabərdir bəs? Qarşıdakı katet. Burada 50. 50. Bölünsün zaman bu bitişik katet. 4. 50'ni də böldüm 4'ə. 1. Burada da
Bir dəqiqə 50 12,5. VA da buradan görünür ki 25'dir. VB də görünür ki 12,5'dir. Deməli VA bərabərdir 2 VB-yə. İkinci variant onsuz da səhvdir, 3 də səhvdir. Cavabımız olacaq yalnız 1 C variantı. 11'də olacaq C variantı. İndi baxırıq 13-cü suala. 13-də nə deyir? Cisim müstəvi üzərində düz xətt üzrə hərəkət edərək 4 saniyə ərzində A bərabərdir. A 8 metrlərini yazmıram çaşdırmasın. 8 20. Bu 20'dir. Yəni bu yandakı metrdir də. 8 20 nöqtəsindən metrləri burada da yazmıram. B -4 4 nöqtəsinə yerini dəyişir. Cismin sürətinin x, y oxu üzrə proyeksiyalarını və sürətinin modulunu hesablayın deyir bizə. Vx nəyə bərabərdir? X çıx x0 proyeksiyası böl t. Düzdür? İndi cismin son koordinatı A'dan B'yə gəlib. Son koordinatları bunlardır. Elə bil ki bu x'dir, bu y'dir. Bu x0'dır başlanğıc. Bu da y0'dır. X çıx x0 nəyə bərabər olacaq? -4 çıx 8 böl t nədir bəs 4 saniyə ərzində? Baxın 4 saniyə deyir. Bu da eləyəcək -12 böl 4, o da eləyəcək -3 metr bölünsün saniyə. Vy nəyə bərabərdir bəs? Y çıx y0 bölünsün t'yə. Y'in qiyməti nədir? 4. Y0 nədir? 20. Bölünsün t'də 4. Bu da eləyəcək -4 metr bölünsün saniyə. Deməli Vx'imiz olacaq -3 metr böl saniyə. Vy olacaq -4 metr bölünsün saniyə. V də bərabər idi. Bax elə təsəvvür edin ki Vx belədir. Vx. Vy də belədir. Bunların əvəzləricisi nədir? Bu V. Düzdür. V də bərabərdir. Vx'in kvadratı üstəgəl Vy-in kvadratı. Bu da eləyəcək 3'ün kvadratı 9 üstəgəl 4'ün kvadratı 16. Bu da eləyəcək 5. Yəni 5 metr bölünsün saniyə. Baxırıq indi 16-cı sualı. 16-cı sualda nə deyir? Bizdə dəqiqə üzr istəyirəm burada. 16-cı sual bu səhifə ümumiyyətcə səhv düşüb. İndi fikir verirəm. Bu səhifə bərabər təcili hərəkətə uyğundur. Baxın. Bunlar hamısı bərabər təcili hərəkətdir. Baxaq görək hansı səhifədədir. Bizə lazım idi neçənci sual? 13'dən sonra 14 gəlir, düzdür? 14. Aha, de bura düşüb. Burada 16-cı sual, baxın budur. 16-cı sualda nə deyir? Maddi nöqtə düz xətli bərabər sürətlə hərəkət edərək 2 saniyə ərzində bir nöqtəsindən 2 nöqtəsinə gəlir. Maddi nöqtənin x, y oxuna proyeksiyasının və sürətinin modulunu hesablayın. Deyir, Vx'i tapın deyir. Vx nəyə bərabərdir? x0 10'dur, x da evet x0 10'dur, x da 5'dir, düzdür. X çıx x0 bölünsün t. T'də 2 saniyə verib də bizə. X nədir? 5 çıx 10 bölünsün 2. Deyiləcək -2,5 metr bölünsün saniyə. Vy nədir bəs? Vy 0'dır, görürsünüz. Vy çıx y0 bölünsün t deyil. Y da 5'dir, y0 da 5'dir. 5 çıx 5 0 bölünsün 2, bu da eləyəcək 0. Onda V'miz eləyəcək, V bərabərdir. Kök altında Vx'in kvadratı üstəgəl Vy-in kvadratı. Bu da eləyəcək 2,5. Cavabımız Vx 2,5, Vy 0, bu da 2,5. Bu -2,5'dir. V'nin qiyməti müsbət 2,5'dir. İndi baxırıq 16'dan sonra 18-ci suala. 18'dən nə deyir? Bu hazır düsturdur. Burada olacaq x, çıx x0 böl t. Burada da eləyəcək. Burada da x bərabərdir x0 plus x'tir.